158-ci testin izahına baxırıq. İki məntəqə arasındakı fərq ekvator üzərində 5 dərəcədir. Ekvator üzərində 1 dərəcəmiz 111 kilometrdir. 5 dərəcəmiz 555'dir. Xərtdəki məsafəmiz isə verilib 22/2'dir. Burada miqyas tabanda həqiqi məsafəni 555'i bölürük 22/2'ye və alırıq cavab 25. Miqyas bərabərdir 25. Daha sonra bizə bir ərazi verib həqiqi sahəsini. Həqiqi sahə bərabərdir 1562/5. Miqyasımız da 25 kilometrdir. 25 kilometrdir. Həqiqi sahə düsturuna əsasən xərtdəki sahə vurulsun miqyasın kvadratı. Buradan x, yəni xərtdəki sahəni tapanda 1562 onda 5'i bölürük miqyasın kvadratına, yəni 25'in kvadratına. 625'idir bu da. Bu da bərabərdir 2/5 santimetr kvadrat. Baxırıq 59-cu testin izahına. Coğrafi koordinatları 130 dərəcə qərb, 40 dərəcə şimal enliyi olan A məntəqəsi Bakının uzunluğu da 50 dərəcə şərq uzunluğudur. 40 dərəcə şimal enliyi. Deməli, bu məntəqələr arasındakı ən qısa məsafəni kilometrlə hesabla deyir. Bu məntəqələr əks meridianlardır. Əks meridianların cəmi 180 dərəcəyə bərabərdir. Yəni 130 dərəcə qərb uzunluğunun davamı qütbdən keçməklə 50 dərəcə şərq uzunluğudur. Buna əsasən 40 dərəcə şimal enliyi və 90 dərəcəyə doğru 50 dərəcə fərq edir. Yəni 90 dərəcədən çıxırıq 40 dərəcəni. Digər qərb yarımkürəsindəki, yəni 130 dərəcə qərb uzunluğu meridianın üzərindən də qütbə doğru gedəndə 50 dərəcə fərq olur. Yəni 90-dan çıxdıq 40 dərəcə şimal enliyini. Buna əsasən dedik ki 50, 100 dərəcə aralarındakı fərq var. Meridian üzərində də 1 dərəcənin qiyməti 111'dir. Onda 100 dərəcəni vururuq 111'ə. Məsələmiz bu qədər. 160-cı testə baxırıq. 160-cı testdə deyir ki, miqyas 1 bölünsün 500 mindir. 1 bölünsün 500 mindir. Yəni, izahlı şəkildə yazanda 1 santimetrə 5 kilometr düşür. Xəritədəki meşənin sahəsi isə bərabərdir 6 santimetr kvadratıdır. Deməli, həqiqi sahə düsturuna əsasən xəritədəki sahəni 6'yı vururuq 25'e. Yəni, miqyasın kvadratına, sahə düsturuna əsasən. Və aldığımız cavab 150 kilometr. 150 kilometrin 25%'i qurudularsa neçə kilometri qalır? Deməli, 25%'ini qurudulur, 100%'dir bu. %25'ini qurudanda 75% qalır. X də bərabərdir 150'ni vururuq 75'e bölürük 100'e bərabərdir 112/5. Deməli, 161-ci testin izahına baxırıq. Deyir ki, 180 dərəcə meridian üzərində
A nöqtəsi 37 dərəcə cənub enliyində yerləşir. 180 dərəcəli meridiandır. A nöqtəsi 37 dərəcə cənub enliyindədir. B nöqtəsi 43 dərəcə şimal enliyindədir. Bunlar arasında məsafəni tapırıq. Biri şimal, biri də cənub yarımkürəsində olduğuna görə toplanır. 37 dərəcə üstünə gəlirik. 43 dərəcə, 80 dərəcə. Meridian üzərində məsafə hesablayarkən 1 dərəcəmiz 111-dir. 111-i 80-ə vururuq. 8880 edir. Və digər ardını oxuyuruq. Baş miqyas 1 santimetrdə 200-dür. Xəttdəki məsafə isə 45-dir. Həqiqi məsafəni tapanda miqyası vururduq xəttdəki məsafəyə. 200-ü vururuq 45-ə. Alırıq 9000. Bunlar arasında təhrif tapılanda 9000-dən çıxırıq 8880 və alırıq 120 kilometr. 162-nin izahına baxırıq. Sxemdə verilən əkinə yararlı torpaq sahəsi 1,6 kilometr kvadratı genişlənərsə, ərazi neçə faiz artar? Əkinə yararlı sahəni verib, yəni xəttdəki sahəni verib 10 santimetr kvadratı. Miqyası verib 80.000. 80.000 isə kilometrə çeviririk 0,8. Həqiqi sahəni hesablayanda xəttdəki məsafəni vururuq miqyasın kvadratına. 0,64. Deməli 0, 10-u vururuq 0,64-ə. 6,4. Həqiqi sahəmiz bu qədərdir. 6,4-dür. Bunu 100 götürürük. 1,6% genişlənərsə neçə faiz olacağını tapırıq. X də bərabərdir. 160-ı bölürük 6,4-ə. Bərabərdir 25. Deməli 25% artar.